Salam, heç fikirləşmisiniz telefonunuzu, evinizdəki işıqları, yəni ətrafımızdakı hər şeyi işlədən o görünməz güc nədir əslində? Gəlin bugün bu sirrin pərdəsini birlikdə aralayaq. Hər gün istifadə edirik, ondan tamamilə asılıyıq. Yaxşı, bəs o kabellərin içindən axıb gedən şey tam olaraq nədir? Elə bu sualın cavabını tapmaq üçün gəlin işə başlayaq. Baxın, elektrikin bütün bu sehrini başa düşmək üçün əslində cəmi 3 şey bilmək lazımdır. Bunlar elektrikin 3 əsas sütunudur. Cəryan şiddəti, yəni amper, gərginlik, yəni volt və bir də güc, yəni watt. Gəlin bunu anlamaq üçün çox sadə bir bənzətmədən istifadə edək. Deyək ki, bir elektrik naqili əslində bir magistral yoldur. Yaxşı, bu yolun bir başlanğıcı olmalıdır, elə deyilmi? Bax, bu başlanğıc bizim enerji mənbəyimizdir. Gəlin ona bir yanacaq zavodu kimi baxaq. Onun işi dayanmadan bu yola yanacaq göndərməkdir. Bəs bu zavodun yola göndərdiyi yanacaq nədir? Bax, bu elektrik yükünün özüdür. Enerjini bir yerdən başqa yerə daşıyan o kiçik zərrəciklər var ha. Bax, elə onlardır. İndi gəldik ilk anlayışımıza. Cərəyan şiddəti, yəni amper. Bu, bizim yolumuzdan bir saniyə ərzində nə qədər yanacağın, yəni nə qədər elektrik yükünün keçdiyini göstərir. Sadəcə axının sürəti. Yaxşı, bu yanacaq öz-özünə hərəkət etmir ki, onu irəli itələyən bir qüvvə olmalıdır. Bax, bu qüvvə gərginlik, yəni voltdur. Təsəvvür edin ki, bizim yanacaq çəlləklərdə daşınır. Volt isə bu çəlləklərin içindəki təzyiqdir və bu təzyiqin nə qədər olması hər şeyi dəyişir. Yəni, texniki dildə desək, gərginlik elektrik sahəsinin o yükü hərəkət etdirmək üçün gördüyü işdir. Amma bizim bənzətməmizdə bu, hər bir yanacaq çəlləyinin özü ilə nə qədər enerji daşıması deməkdir. Nə qədər çox volt, o qədər çox itələmə gücü. Və nəhayət gəldik üçüncü sütuna. Güc, yəni watt. Bu nədir? Əslində çox sadədir. Bu, bir saniyədə nə qədər iş görüldüyüdür. Bizim misalda isə saniyədə nə qədər yanacağın, amper, hansı təzyiqlə, volt çatdırılmasıdır. Sadəcə ikisini bir-birinə vurursunuz və alınan nəticə watt olur. Bütün məsələ budur. Yaxşı, bu qədər nəzəriyyə bəsdir. Sözlər yaxşıdır, amma gəlin bütün bunları bir də real iş başında görək. İndi keçirik bizim virtual laboratoriyamıza və sadə bir təcrübə ilə bu dediklərimizin hamısını yoxlayacağıq. Təcrübəmizdə nə baş verdiyini ölçmək üçün bizə iki əsas cihaz lazım olacaq. Birincisi, ampermetr. Bu, cərəyanın axınını, yəni yoldakı maşınların sayını ölçür, onu elə dövrənin özünə, yəni yolun ortasına qoşmaq lazımdır. İkincisi isə voltmetrdir. Bu isə tərziqi ölçür. Onu birbaşa lampamızın ayaqlarına, yəni paralel qoşuruq. Əla, hər şey hazırdır. İndi götürürük standart bir 12 voltluq avtomobil lampasını və onu enerji mənbəyimizə qoşuruq. Gərginliyi isə tam olaraq 12 volta nizamlayırıq. Görə nə olacaq? Və işə saldıq. Gördüyünüz kimi lampa tam parlaqlıqla yanır. Ampermetrə baxırıq, o da bizə 1.8 amper göstərir. Yəni, bu lampa 12 volt təzyiq altında saniyədə 1.8 amper yanacaq işlədir. Bu təcrübə bizə ən vacib əlaqəni sözün əsl mənasında parlaq şəkildə göstərir. Gərginliyi, yəni təzyiqi artırdıqca, cəryanın axını, yəni amper də artır, nəticədə də lampa daha çox güc alır və daha parlaq yanır. Deməli, onlar bir-biri ilə birbaşa əlaqəlidir, yəni düz mütənasibdirlər. İndi isə gəlin biraz da maraqlı bir tapmacaya baxaq. Əlimdə 2 dənə lampa var. İkisi də eyni gücdədir, 21 watt. Amma biri 12 voltluq sistemlər üçün, o biri isə 24 voltluq sistemlər üçündür. Necə olur ki, gərginlik fərqli, amma güc eynidir? Bu necə mümkündür? Bütün sir o lampaların içindəki balaca bir detalda, yəni wolfram telində gizlənib. Riyaziyyat çox sadədir. Əgər güc eyni qalırsa, yəni 21 watt, amma gərginlik 2 dəfə artaraq 24 volta çatırsa, deməli cəryan şiddəti mütləq azalmalıdır. Yaxşı, bəs lampa cəryanı azaltmağı necə bacarır? Cavab telin quruluşundadır. 24 voltluq lampanın teli daha nazik və daha uzundur. Bu nə edir? Bu, cəryanın hərəkətinə qarşı daha çox müqavimət yaradır. Bizim yol bənzətməmizə qayıtsaq, bu sanki yolu qəsdən daraltmaq və tıxac yaratmaq kimidir. Yol daraldığı üçün daha az maşın, yəni daha az cəryan keçə bilir. Məhz bu müqavimət sayəsində lampa o yüksək gərginlik altında yanmadan təhlükəsiz şəkildə işləyə bilir. Deməli, bütün bu danışdıqlarımızdan gəldiyimiz ən vacib, ən həlledici nəticə nədir? Bir cihazı
Enerji mənbəyinə qoşarkən təhlükəsizlik üçün nəyə diqqət etməliyik? Və baxın, budur yadda saxlamalı olduğunuz qızıl qayda. Cərəyan şiddəti, yəni amper məsələsində rahat ola bilərsiniz. Enerji mənbəyiniz deyək də 10 amper verə bilir, amma cihazınıza cəmi 2 amper lazımdır. Problem deyil. Cihaz onsuz da ancaq özünə lazım olan 2 amperi götürəcək. Amma gərginlik, yəni volt məsələsində heç bir güzəşt ola bilməz. Mənbənin voltu ilə cihazın voltu mütləq eyni olmalıdır. Yadda saxlayın, amper sərbəstdir, amma volt qanundur. Əks halda nə olar? Təsəvvür edin, o bizim balaca 12 voltluq lampamızı götürüb 24 voltluq mənbəyə qoşursunuz. Bu, o deməkdir ki, siz o nazik telin üzərinə 2 qat təzyiq göndərirsiniz. Bu təzyiq teldən həddindən artıq cəryan keçməyə məcbur edir və nəticə bir an içində tel qızarır, əriyir və puf, lampanız yanıb gedir. Yaxşı, gəlin öyrəndiklərimizi qısaca yekunlaşdıraq. Birincisi, gərginliklə cərəyan düz mütənasibdir. Təzyiq artırsan, axın da artır. İkincisi, cihazlar ağıllıdır. Onlara nə qədər amper lazımdırsa, yalnız o qədərini götürürlər. Üçüncüsü və ən vacibi, enerji mənbəyinin voltu ilə cihazın voltu eyni olmalıdır. Unutmayın, elektrik cihazlarının sıradan çıxmasının bir nömrəli səbəbi məhz səhv gərginlikdir. Ona görə nə isə harasa taxmazdan əvvəl bir saniyə dayanıb rəqəmləri yoxlayın. Bugün biz cəryanın, yəni o sabit axının əsaslarını demək olar ki, mənimsədik. Amma bu, buzdağının görünən tərəfidir. Heç düşünmüsünüz, telefonunuzun batareyasından gələn cəryanla evdəki rozetkadan gələn cəryan niyə fərqlidir? Biri sabitdir, digəri dəyişən. Bəs onların fərqi nədir? Bax, bu artıq tamamilə başqa bir mövzudur və o mövzunun dərinliklərinə növbəti izahatımızda birlikdə baş vuracağıq. Ona görə də bizimlə qalın.